İmam Hüseyin aleyhissalam Kərbala meydanında kılıncına söykəndiyi bir halda ve yüksek sesle belə buyurdu. Sizi Allah'a an verirəm. Deyin görüm məni tanıyırsınızmı? Onlar dediler, bəli, sen Allah Resulünün övladı ve nədəsisən. İmam Hüseyin aleyhissalam buyurdu. Sizi Allah'a and verirəm. Cəddimin Allah'ın Resulü olduğunu bilirsinizmi? Dediler, bəli, bilirik. İmam Hüseyin aleyhissalam buyurdu. Sizi Allah'a and verirəm. Anamın Fatimə binti Məhəmməd olduğunu bilirsinizmi? Dediler, bəli, bilirik. İmam Hüseyin aleyhissalam buyurdu. Sizi Allah'a and verirəm. Atamın Əli ibn Əbu Talib aleyhissalam olduğunu bilirsinizmi? Dediler, bəli, bilirik. İmam Hüseyin aleyhissalam buyurdu. Sizi Allah'a and verirəm. Nənəmin bu ümmətin qadınları arasında ilk iman gətirən qadın olan Xədicə binti Hüveylid olduğunu bilirsinizmi? Dediler, bəli, bilirik. İmam Hüseyin aleyhissalam buyurdu. Sizi Allah'a and verirəm. Deyin görüm şəhidlərin ağası Həmzənin atamın əmisi olduğunu bilirsinizmi? Dediler, bəli, bilirik. İmam Hüseyin aleyhissalam buyurdu. Sizi Allah'a and verirəm. Cənnətdəki Cəfər Təyyarın əmim olduğunu bilirsinizmi? Dediler, bəli, bilirik. İmam Hüseyin aleyhissalam buyurdu. Sizi Allah'a and verirəm. Mənim əlimdəki bu qılıncın Allah Rəsulunun qılıncı olduğunu bilirsinizmi? Dediler, bəli, bilirik. İmam Hüseyin aleyhissalam buyurdu. Sizi Allah'a and verirəm. Başımdakı bu əmmamənin Peyğəmbərin əmmaməsi olduğunu bilirsinizmi? Dediler, bəli, bilirik. İmam Hüseyin aleyhissalam buyurdu. Sizi Allah'a and verirəm. Əli ibn Əbu Talib aleyhissalamın ilk müsəlman olduğunu, hamıdan alim, səbirli və hər müsəlman kişi və qadının mövlası olduğunu bilirsinizmi? Dediler, bəli, bilirik. İmam Hüseyin aleyhissalam buyurdu. Elə isə, niyə mənim qanımı tökməyi halal bilirsiniz? Halbuki, qiyamət günü atam Kövsər hovuzunun başında duraraq, bəzi şəxsləri susuz dəvənin sudan qovulduğu kimi qovacaq.